Salam. Bugün sizinlə birlikdə maraqlı bir mənbəyə, dövlət qulluğu haqqında qanuna başvuracağıq. Salam. Bəli, məqsədimiz Azərbaycanda bir dövlət qulluqçusunun, belə deyək, karyera yolunu izləməkdir. Aynən. Yəni işə necə başlayır, gündəlik işi necədir, performansı necə ölçülür, necə yüksəlir və xidməti necə bitir? Bütün bu mərhələlərə toxunacağıq. Düşünürəm ki, bu qaydaları bilmək, ümumiyyətlə dövlət aparatının necə işlədiyini anlamaq üçün çox faydalıdır. Elə isə başlayaq. İlk olaraq iş rejimi. Standart iş həftəsi bildiyimiz kimi 40 saatdır. Bəli, Amma qanunda bir məqam var. Rəhbər müstəsna hallarda iş vaxtını ayda 5 saata qədər artıra bilir. Və maraqlıdır ki, bu 5 saat üçün əlavə ödəniş yoxdur. yalnız 5 saatdan çox olarsa, onda əlavə haqq ödənilməlidir. Bəli, bəli. Məzuniyyət məsələsi də var. İllik məzuniyyət 30 təqvim günüdür. Bu standartdır. Amma staja görə əlavələr var, elə deyilmi? Düzdür. Məsələn, 15 ildən çox stajın varsa, 6 gündə əlavə olunur. Həm də öz hesabına məzuniyyət də mümkündür, əgər ehtiyac olarsa. Hə, bu iş və istirahət rejimidir. Amma təkcə bu deyil axı, qulluqçunun başqa təminatları da var. Məsələn, ezamiyyət məsələsi. Aha, Ezamiyyətə gedəndə yaşayış yeri, iş şəraiti təmin olunmalıdır. Yaxud, tutaq ki, müvəqqəti başqa yerə təyin olundu. onda necə olur? Onda ailəsini də apara bilir. Dövlət ona mənzil verir. Hətta ailə üzvlərinə iş və ya təhsil tapmaqda kömək edir. Bu, həm mobilliyi artırır, həm də yəni sosial tərəfini düşünürlər. Maraqlıdır. Bu təminatlar yaxşıdır. Bəs işin özü necə qiymətləndirilir? Yəni bir qulluqçunun fəaliyyəti necə ölçülür? Görünür qanun burada da kifayət qədər dəqiqdir. Bəli, çox strukturlaşdırılmış bir sistemdir. Hər ilin sonunda birbaşa rəhbər qiymətləndirmə aparır. Amma hamısı üçün yox. Kimlər istisnadır? Məsələn, yüksək vəzifə tutanlar ya da həmin vəzifədə, deyək ki, 6 aydan az işləyənlər. Onlar qiymətləndirilmir. Başa düşdüm. Bəs qiymətləndirmənin özü necə aparılır? Xüsusi forma var, orada bir neçə əsas şeyə baxılır. Birincisi, il ərzində qoyulan tapşırıqlar, yəni hədəflər nə dərəcədə yerinə yetirilib. Yəni konkret nəticələr. Bəli. İkincisi, ümumi peşəkarlıq bacarıqları. Bura təhlil qabiliyyəti, problem həll etmə, komandada işləmə kimi şeylər daxildir. Rəhbər vəzifədədirsə, əlavə idarəetmə bacarıqlarına da baxılır. Aha. Və üçüncüsü, təbii ki, əmək intizamı. Yekunda 4 qiymətdən biri verilir. Əla, yaxşı, kafi və ya qeyri-kafi. Bəs bu qiymətlərin çəkisi necədir? Hansı daha önəmlidir? Bax, bu da maraqlıdır. Yekun qiymətin 50%-i dediyim o hədəflərin icrasından asılıdır. Yəni yarı-bayarı nəticəyə baxırlar. Düzdür. 40% ümumi peşəkarlıq meyarlarına, qalan 10% isə intizama görə verilir. Bu göstərir ki, konkret nəticə çox vacib olsa da, ümumi bacarıqlar və işə yanaşma da demək olar ki, eyni dərəcədə önəmlidir. İntizam isə sanki bir təməl şərtdir. Anladım. Yaxşı, bu qiymətləndirmənin praktiki nəticəsi nə olur? Qulluqçunun karyerasına necə təsir edir? Müxtəlif cür təsir edə bilər. Müsbət tərəfdən, məsələn, mükafatlandırma ola bilər, vaxtından əvvəl ixtisas dərəcəsi verilə bilər, əlavə təhsilə göndərilə bilər. Bəs mənfi tərəfi, qeyri-kafi alsa nə olur? Onda hətta aşağı vəzifəyə keçirilmədə nəzərdə tutulub. Bundan başqa, karyera inkişafı üçün rotasiya deyilən bir mexanizm də var. Rotasiya, yəni yerini dəyişmək? Bəli, adətən 5 il eyni vəzifədə işləyəndən sonra təcrübə artsın deyə başqa uyğun bir vəzifəyə keçirilə bilər. Bir də irəli çəkilmə var. Bu isə müsabiqə və ya müsahibə yolu ilə olur. Qanunda deyilir ki, rotasiya olunmuşlara üstünlük verilir. Hə, bu vacib məqamdır. Göstərir ki, sistem fərqli sahələrdə təcrübə qazanmağı, yəni daha geniş profilli olmağı təşviq edir. Yaş məsələsinə də toxunaq. Dövlət qulluğunda son yaş həddi 65-dir. Amma uzatmaq olur, deyəsən. Bəli, müstəsna hallarda mümkündür. Məsələn, qulluqçunun yüksək nəticələri varsa, elmi dərəcəsi, dövlət təltifi filan varsa və özü də razıdırsa, rəhbər bu müddəti 5 ilə qədər uzada bilər. Amma bunun da limiti var, yəni ümumi işçilərin müəyyən faizindən çox ola bilməz bu uzatmalar. Aydın oldu. Və nəhayət dövlət qulluğuna xitam verilməsi. Hansı əsaslar var?
Bir neçə əsas var. Qulluqçunun öz arzusu, təbii ki. Sonra qurum ləğv olunarsa və ya ştatlar ixtisar olunarsa. Başqa? Azərbaycan vətəndaşlığına xitam verilməsi, seçkili vəzifəyə seçilmə, 6 aydan çox əmək qabiliyyətini itirmə, məhkəmə hökmü, vəfat və yaş həddinə çatma. Bir güzəşt də var idi deyəsən, pensiya ilə bağlı. Hə, o da maraqlıdır. Pensiya yaşına görə öz arzusu ilə işdən çıxanlara birdəfəlik haqq ödənilir. Aylıq pensiyasının 6 misli qədər və bu məbləğdən vergi tutulmur. Deməli, bütün bu məqamları nəzərə alanda görünür ki, sistem həm qulluqçunun hüquqlarını qorumağa çalışır, Bəli, məzuniyyət, ezamiyyət dəstəyi, pensiya güzəşti kimi. həm də onun fəaliyyətinə nəzarət edir və onu stimullaşdırır. Qiymətləndirmə, rotasiya, karyera planlaması kimi mexanizmlərlə. Tamamilə doğru. Qanunvericilik, belə deyək, nəzəri olaraq həm işçinin müdafiəsini, həm də dövlət orqanının effektivliyini təmin etməyə çalışır. Bir tarazlıq yaratmağa çalışır. Beləliklə, sizin təqdim etdiyiniz bu sənəd göstərir ki, dövlət qulluğu həqiqətən də çox detallı tənzimlənən bir sahədir. İş şərtlərindən tutmuş karyera yolunun sonuna qədər. Əsas məsələ də elə budur ki, bu sistem kağız üzərində necə işləyirsə, praktikada da o cür effektiv olsun. Sonda sizin üçün də bir düşüncə. Bax, bu detallı qiymətləndirmə sistemi, yəni 50% hədəf, 40% meyar, 10% intizam çəkisi və rotasiya keçmiş qulluqçulara irəli çəkilmədə verilən üstünlük, sizcə bunlar real həyatda, gündəlik işdə və uzunmüddətli karyera planlarında qulluqçuya necə təsir edir? Bu mexanizmlər həqiqətən də performansı və mobilliyi artdırmaq məqsədinə çatırmı? Yoxsa bəzən formal xarakter daşıyır? Bu barədə düşünməyə dəyər.